Oradan belə bir böyük bağlamam gəlir. Bir ədəd də belə kiçik bağlama var. Gəlin biz onu birlikdə açaq. Burada mən aksesuarlar sifariş etmişdim. Bunları mən sizin üçün tatlı kavanozu hazırlayıb daha yaxından həmin videoda paylaşacağım. Keçək ikinci bağlamaya. Burada geyimlər var. Çox səbirsizliklə gözləyirəm ki, materialları necə çıxacaq. İlk öncə bundan başlamaq istəyirəm. Bu şalvardır. Bunu oğlum üçün sifariş etmişəm. Qəşəng materialı var. Bunu özüm üçün sifariş etmişəm. Bu dondur. Belə bir dondur. Qolları belə. Ətək hissəsində belədir. Bunu kızım üçün sifariş etmişdim. Bunun da materialı çox qəşəngdir, amma ölçüsü məncə böyük olacaq. Bu doğrayıcıdır. Belə göstəreyim. Açmağa ehtiyac yoxdur. Bu da bir dondur. Bunu da özüm üçün sifariş etmişəm. Belə arxasında belə detaylar var. Materialı yenə də pis deyil. Qəşəngdir bu da. Bunu kızım için sipariş etmişəm. Qəşəng cins şalvarlar giyinməyə. Bu saçları vuran zaman saçı sabit saxlasın deyə aldığım. Bunu məsraf üçün sipariş etmişəm. Bu mənim üçün maraqlıydı. Belə edəndə fırlanır. Yəni rahat bir şəkildə qarışdırmaq mümkün olur. Bunu kızım için sipariş etmişəm. Payız mövsümündə giyimlərlə çox qəşəng uyğunlaşacaq. Saç aksesuarlarıdır ki, renkləri tam bir payız mövsümünə uyğun renklərdir. Belə yaxından göstəreyim. Bu da qəşəngdir. Geriyə qalanlar isə bunlar hər biri məhz aksesuarlardır. Bunlar hər biri çox qəşəng gəlir. Qeyd etdiyim kimi məhz tatlı kavanozu videosu hazırlayacağım sizlər üçün. Və bu aksesuarların hər birini məhz həmin videoda paylaşacağım. Hər biri çox qəşəngdir.